Dünən axşam saatlarında şimal-qərb bölgəsində yağıntılar intensivləşib. Nəticədə Qax rayonunun kəndlərinə dolu və güclü leysan yağışı yağıb. Yağan dolu təsərrüfatlara ciddi ziyan vurub. Bölgədə yağıntının miqdarı daha çox rayon ərazisində müşahidə olunub. Rayonun Tasmalı, Zəyim və Qarabaldır kəndlərinə isə dolu düşüb. Bu kəndlərdən Tasmalı və Zəyim kəndlərində dolu və leysan yağışı daha intensiv xarakterli olub. Bir saat ərzində fındıq iriliyində yağan dolu şəxsi təsərrüfatlara, əkin sahələrinə və fındıq bağlarına ciddi ziyan vurub. Tasmalı kəndində bəzi evlərin həyətyanı sahələrinə sel suları dolub. Belə şey olmamışdı tarixdə. Oradan gələn dolu harası 15-20 dəqiqə çəkdi. Gördüğünüz kimi də buradaki bitkiler hamısını məhv edibdi. Burada soğan var, sarımsaq vardı, kartof var, xiyar var, pomidor, hər bir şeyi məhv edibdi. Harasa 2000-3000'e yaxında ziyan dəyibdi. Bir saatdan çox yağdı. Bir də yağdı da. Allah saxladı yenə. Şükür Allaha. Özümüzə işi olmasın. Hazırda vətəndaşların təsərrüfatlarına dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. 100 hektardan çox fındıq bağlarına, 70 hektara yaxın meyvə bağlarına, 100 hektardan çox tərəvəz sahələrinə ciddi ziyan dəymişdi. Dolu demək olar ki, bir çox ağacların yarpağını və meyvəsini tökmüşdü və bunun nəticəsində də həyətlərdən çıxan o xırda su arxları tutulmuş. Ona görə də həyətlərdə suyun yığılması biraz çoxalmışdı. Dünən ümumilikdə isə yəni bu son illərdə gözlənilməyəcək qədər bu may ayında yağıntı yağdığı üçün torpaqda da nəmliliyi çox olduğu üçün suyun sorulması, torpaqda sorulması da bir qədər zəif gedir. Ona görə də biraz belə sıxıntı yaranmış. Başlayan qeyri-sabit hava şəraiti dünən axşama qədər davam edib. İlkin Piranov, Diana Cəlali, Spice xəbər Qax.